Biz kiçikdən başladıq, lakin böyümək arzusu ilə yaşadıq. Bu arzu ən əsası isə Paşabank kimi etibarlı partnyor bizi irəliyə apardı. Biz böyüdük, uğur qazandıq. Paşabank, zirvələrə doğru, birlikdə. Salam, hörmətli tamaşaçılar. Bizim bugünkü verilişin qonağı Marja.az saytının yaradıcısı və rəhbəri Seymur Yunusovdur. Xoş gəlmişsiniz. Çox sağ olun. Xoş gördük. Sizin Marja.az adlı layihəniz artıq media məkanında öz yerini tutub. Mən bilirəm ki, siz bu işə özünüz başlamısınız. Hələ də özünüz inkişaf etdirirsiniz. Yəni ki, bu saytı yaratmaq ideyası nədən yarandı? Bu haqda danış. İlk növbədə Marja.az saytının yaradılmasına gəlib çatmamışdan əvvəl biraz keçmişə qayıdım. Mən o insanlardanam ki, sahibkarlıq qabiliyyətinin öyrənməklə, oxumaqla əldə etməyin mümkün olmadığını tərəfdarı olanlardanam. İnsan anadan sahibkar kimi doğulmalıdır. Mən uşaqlıq illərimdə, ilk məktəb illərində rəsm satıb, rəsm çəkib satıb, sonra şeir yazıb satan uşaqlar sırasından olmuşam və o zaman da mənim valideynlərim, dayılarım mənə deyərdi ki, sən acından ölməyəcəksən. Yəni necə var, sən bir daşdan da olsa pulu çıxardıb qazanacaqsan. Mən özüm imkanlı ailədə böyüməmişəm. Yəni ailəmizin imkanı məhdud olub. Və uşaqlıq illərində məcbur olmuşam ki, həm oxumaqla bərabər işləyərək ailəmə kömək edim. Lakin bununla bərabər mən təhsilimi axsatmamışam, oxumuşam. 1999-cu ildə yüksək balla, yəni rayondan mən Bakı Dövlət Universitetində qəbul oldum və iqtisadi nəzəriyyə ixtisasına. Və mən iqtisadi təhsil aldım və iqtisadi təhsil alan zaman 4-cü kursdan mən jurnalistik sahəsinə qədəm qoydum. Və ilk qədəmim də İqtisadiyyat qəzeti idi, ən çox oxuduğum qəzet. O qəzeti alırdım və bəyənirdim. Və arzu edirdim ki, mənim də yazılarım orada çıxsın. Və ilk dəfə bir leasing mövzusu barədə yazı yazdım və həmin yazını götürüb o qəzetin arxasında yazılan ünvana getdim. Ziyad müəllim idi, Səmədzadə. Oğlum, xoş gəlmisən, buyurun, qəbul etdi içəri və məni dinlədi. O çox açıq yanaşdı məsələyə, dedi, problem yoxdur, sizin yazınız oxunub, qəzetdə çıxa bilər. Və həqiqətən elə də oldu, mənim yazım oxundu, qəbul olundu, qəzetdə çıxdı və bundan sonra növbəti məqalələri yazmağa başladım və növbəti məqalələr məni qəzetin əməkdaşına çevirdi, yəni zamanla, illərlə. Artıq qəzetdə formalaşmağa başladım. Həmçinin qəzetdə yazmaqla bərabər mən birbaşa müəssisələrlə, şirkətlərlə, banklarla işləyirdim, yəni ünsiyyətə girdim. Həmçinin qəzetin əməkdaşlıq əlaqələrini formalaşdırırdım. Həm bir tərəfdən yazı fəaliyyəti, digər tərəfdən də qəzetin kommersiya fəaliyyəti. Və bu da mənə artıq media və şirkətlər əməkdaşlığını öyrənməyə, mənimsəməyə kömək etdi. Buna bu bacarığa yiyələndim. Sonra artıq özümdə, yəni açığını deyim, təxminən 9-cu, 10-cu sinifdən oxuyanda belə bir fikrim var idi ki, mən də bir media rəhbəri olum. Yəni daha çox arzulayım bir televiziyam olsun. Yəni bu mənim hardansa bir ağlıma, ürəyimə gəlmişdi. Və qəzetdə 2012-ci ildə, 2012-ci ilin əvvəllərində artıq beynimdə o bir saytın bir quruluşunu formalaşdırmışdım. Yəni, o bölmələrə xırdalamışdım. Məsələn, biznes sektorun müəyyən bölmələri altına toplamışdım, maliyyə sektorun müəyyən bölmələri altına toplamışdım. Yəni, o struktur formalaşmışdı və ilk növbədə istədim onu çalışdığım qəzetdə tətbiq edəm. Lakin bu alınmadı. Yəni, onu qəzetdə tətbiq etmək həm böyük əmək qüvvəsi tələb edirdi, böyük xərc tələb edirdi. Yəni, bilirsiniz, elektron media ilə müqayisədə qəzet tamamilə fərqlidir. Böyük resurs tələb edirdi. O da müəyyən səbəblərə görə alınmırdı. Və belə bir qərara gəldim ki, artıq vaxtı çatıb, mən bunu keçirdim özümün bir sayt formasına artıq və bu həm təcrübəmi, həm də bu strukturu bir saytda tətbiq edim. İlk növbədə başladım ad fikirləşməyə. Həqiqətən ada mən böyük önəm verirdim. Fikirləşirdim ki, mənim uğurumun bəlkə də yarısı bu addan asılı olacaq.
Təsəvvür et ki, bizdə biraz adlar standartlaşmışdı. Məsələn, kimsə ada bir xəbər qoyurdusa, xəbər informasiya olurdu, xiya, nə bilim, axırı nəsə bir iya, 3 hərfdən ibarət bir sözlərin baş hərfi olurdu da. Sanki bizə standartlaşıb belə gedirdi. Mən istədim ki, yəni bu çərçivədən çıxam, yəni tam bir fərqli bir şey olsun. Özümdə bir 30-a yaxın ad siyahı yazmışdım və axırda marja adının üstündə dayandım. Həm bu ad sırf iqtisadi bir termindir, həm biznesi, həm müasir bu qiymətli kağızlar, valyuta bazarını təmsil edir. Həmçinin də bu qısadır və burada ə, I, o, ş kimi hərf problemləri yoxdur internetdə. Necə marja deyilirsə, internet ünvanında da marja yazılır. Və bu adı seçdim və qeydiyyatdan keçirtdim və gəldi məsələ çatdı saytı yaratmağa. İndi hansı il idi? 2012-ci ilin söhbət gedir yanvar ayından. Bəlkə də fevral ayının təxminən bir əvvəl ilk günləridir. Saytı yaratmağa gəldi söhbət və mənim də vəsaitim yoxdur. Qəzetdə yüksək maaş almırdım. Özümə çatan qədər bir pulum olurdu. Və maraqlandım ki, sayt neçəyə yığılır, neçəyə hazırlanır. Müxtəlif qiymətlər dedilər. 1000 manatdan 1500 manata kimi mənə qiymətlər dedi. Düzdür, 500 manata, 600 manata saytlar var idi. Amma mən o dediyim strukturları ki, ora daxil etmək, bu biraz zəhmət tələb etdiyindən biraz yüksək qiymətlər, 1000-1500 manat və o da mənim üçün deyim ki, böyük bir pul idi. Mən o pulu özümə sərf etməliydim. Çünki mən müəyyən qədər qəzetlə işimi dayandırmalıydım. Qəzetə bu layihəyə sərf etməliydim və mənim gəlirlərim azalacaqdı. Fikirləşdim ki, artıq sayt yığmağı özüm öyrənməliyəm. Yəni bu öyrənməsəm mümkün deyil. Həm də ona görə öyrənməliyəm ki, sabah bir texniki problemlər çıxanda bura reklam materiallarını, reklam bannerlərini yerləşdirəndə, şəkilləri yerləşdirəndə mən hər dəfə elə kimlədəsə asılı olmayan, bu mənim vaxtımı itirə bilər və oturdum, oxumağa başladım. Fevral ayının əvvəli idi. O Joomla, yəni bu sistemi var. Bu iki WordPress məşhurdur, bir də Joomla sistemi məşhurdur bu saytlarda. Mən oturdum Joomla sistemini öyrəndim. Təxminən bir ay ərzində gecə-gündüz onu oxudum və sirlərini öyrəndim. Xüsusi bir Joomla'da bir modeli seçib və saytı qurmağa başladım. Mart ayının bir 8-i olardı. Bir 8 gün, belə bir həftə ərzində saytı formalaşdırdım. Bir neçə bir xəbərləri yüklədim. Artıq sayt işləyirdi. Amma təcrübə, yəni o sahənin sırf peşəkar olmadığından müəyyən bir qüsura yol verdi və sayt dağıldı. Siz təsəvvür edin, sayt dağıldı. Amma yenidən məcbur oldum. Artıq ikinci dəfə saytı yığdım. Deməli, mart ayının 14-cü günü sayt artıq tam istifadəyə hazır idi. Mart ayının günü və bu işə mən start verdim və indi də davam etdirirəm bunu və çox yaxşı ki, mən özüm öyrənmişəm bu sayt yığmağı. Çünki xəbər istehsalı ilə əlavə bu texniki tərəfi də bilməlisən. Sən istənilən anda müdaxilə etməlisən. Sonra indi reklam verənlərin müəyyən tələbləri olur. Onlar səndən soruşurlar, sizdə bu texniki imkanlar mümkündürmü? Bunu biz bu formada saytda yerləşdirə bilərikmi? Mən o an hazıram və o an mən onu edə də bilirəm. Yəni düzəliş edə bilirəm, onu həll edə bilirəm və o anda cavab da verə bilirəm. Bir də var ki, mən kimdənsə asılı olam, onu çağıram, gələ. Yəni, bunlar hamısı vaxt tələb edir və bu da müştəri məmnuniyyəti baxımından yaxşı bir hal deyil. Düzdür, böyük vəsaitlər olsaydı, sən bir neçə IT mütəxəssisi saxlaya bilərsən. Amma mən qeyd etdiyim kimi, məhdud vəsaitlərlə yola çıxanda bunlar mümkün deyil. Mümkün deyil. Əgər bizdə bilirsiniz, mən bir şey deyim sizə, mediaya yatırılan pulla başqa biznesə yatırılan pul arasında fərq var. Məsələn, siz hansısa bir boru istehsal edə bilərsiniz və onu satmaya bilərsiniz sonra. Amma istədiyiniz qiymətə satmaya bilərsiniz. Amma boru xarab olmur. Siz onu müəyyən biraz aşağı qiymətlə verib reallaşdırıb, ən azından pulunuzun 80%-ni geri götürə bilərsiniz. Digər bunu məhsullara da şamil etmək. Məsələn, hansısa bir nəyisə yetişdirərsiniz, amma onu istədiyiniz qiymətə satmasınız da, məsələn, bir 20-30% ziyanla satıb, siz müəyyən vəsaiti geri götürə bilərsiniz. Amma mediaya yatırılan pullar anında uçub gedir. Bu vəsait deyirsiniz, bura pulu yatırdın, getdi. Əgər bu gəlirin yoxdursa, o pulla sən vidalaşmalısan. Ona görə media fəaliyyətinə başlayanda
Yəni düzgün bir model seçmək lazımdır, düzgün bir strategiya, hədəflər qarşıya qoyub ondan sonra bu addımı atmalı. Yoxsa sənin bir neçə il vaxtın keçəcək. Mən ilk növbədə qeyd etdim ki, Azərbaycanda bir medianı tam bazarda tanıtmaq, otuzdurmaq üçün 2 il vaxt lazımdır. Düzdür, birinci ilindən sonra artıq tanınır, amma ikinci ilində sən artıq qəbul edilən, sən hörmət edilən media ola bilərsən. Ən azı 2 il vaxt lazımdır. Amma siz təsəvvür edin, bir medianın işə başlaması üçün mənim fikrimcə 4000-5000 manat normal bir fəaliyyət üçün aya xərc lazımdır. Aya 4000-5000 manat. Yəni normal bir, ən azından ilkin bir medianın normal fəaliyyətini təmin etmək üçün. Və siz bunu 2 ilə vurduqda təxminən bir səhv etmirəmsə 100.000 manata yaxın bir vəsait edir. Və siz əgər 2 il ərzində bu gəliri əldə etməsəniz və bundan yorulub imtina etsə, sizin o 100.000-iniz uçub gedib, yoxdur, buxarlanıb bu pul. Bitəcəkdir. Ona görə burada hədəfləri düzgün müəyyənləşdirmək lazımdır, qeyd etdiyim kimi, və yorulmamaq lazımdır. Allaha çox şükür, marja uğurlu layihə oldu, ciddi layihə oldu, qəbul edildi artıq və artıq bugün marja sübut edir ki, Azərbaycanda sponsor olmadan media, elektron media ayaq üstə dura bilər. Və marja bunu sübut etdi və artıq fəaliyyət göstərir. Fəaliyyətimdən də razıyam. Elə bu məsələlə bağlı soruşmaq istəyirdim. Bu yəni ki, bizim bugünkü şəraitdə ciddi mövzulara yazmaq, hansı iqtisadi məsələlərə, sırf elə bil iqtisadi məsələlərə toxunmaq biraz risklidir. Çünki əlbəttə ki, bu show biznes kimi populyar deyil. Və lazım olan auditoriyanı cəlb etmək çox çətindir. Yəni ki, siz bunun öhdəsindən necə gəldiniz? Mən qəzetdə də işləyəndə, həm qəzetdə iqtisadi mövzulardan yazırdım, həm də bizim digər agentliklərin iqtisadi xəbərlərini izləyirdim. Özüm tədbirlərdə də müxbir kimi iştirak edirdim. Həmişə fikir verirdim ki, bizdə ümumiyyətlə iqtisadi xəbərlər müəyyən bir çərçivədə idi. Adətən ümumi iqtisadi mövzuları əhatə edirdi. Real sektora diqqət ayrılmırdı. Yəni mikro mövzular daha geniş işıqlandırılır, daha çox makro mövzulara üstünlük verilirdi. Və hətta agentliklər şirkətlərin adlarını belə çəkmirdilər. Yazanda hansısa bir şirkətin fəaliyyətindən ümumi yazırdılar. Mən gedirdim tədbirə, deyirdilər, bax, hansısa bir şirkət deyir, bu planlarını açıqlayır, gələcəkdə hansı işləri görəcək, hansı layihələr reallaşdıracaq. Deyirdilər ki, yox, biz bunu verə bilməyəcəyik, çünki bu reklam xarakterlidir. Siz inanın, bir şirkətin, bankın adını çəkmək istəmirdilər. Və bu bir boşluq idi. Bir boşluq idi və mən deyərdim, bir ayıb idi iqtisadi xəbərlərdə. Amma mən marjada baxmadım elə şeylərə. Ki, bu adam hansısa bir kampaniya elan edibsə, hansısa bir məhsulu bazara çıxardıbsa, hansısa bir beynəlxalq brend Azərbaycan bazarına gəlirsə, mən buna reklam kimi baxmadım. Bu bazarda mən buna yeni trend kimi, yeni şərtlər kimi, yeni oyun qaydaları kimi baxdım mən bu xəbərə. Və bu rakusdan baxaraq xəbərləri işıqlandırmağa başladım. Və indi mən görürəm ki, mənim ardımca digər agentliklərdə artıq çəkinmədən şirkətlərin adlarını çəkirlər. Əvvəl bunlar qeyri-mümkün idi. Mümkün deyildi. Digər tərəfdən, xəbərlərin təqdim edilmə formasını dəyişiklik etdim. Başlıqlarda dəyişiklik etdim. Bizdə adətən iqtisadi xəbərlər yazılırdı, bankların və tutaq ki, şirkətlərin mənafeyinə uyğun yazılırdı. Yəni, haradasa ola bilsin ki, agentlikləri həmin şirkətlərlə abunə əlaqələri bağladığına görə onlar müəyyən çərçivədən kənara çıxa bilmirdilər. Mən demirəm, onlar qeyri-peşəkar idi, amma sadəcə qayda belə qoyulmuşdu, onlar belə yazırdılar. Və bu da sahəyə, bu sahənin digər iştirakçılarına müəyyən informasiyanı vermirdi, müəyyən məsələlər orada gizlədilirdi. Həmçinin daha çox qəliz dildə təqdim edilirdi. Və elə bir xəbərlər olurdu ki, xəbərlərin məğzi sanki onun başlığında deyilirdi. Yəni, belə bir hallar var idi. Mən başlığı, xəbərin girişin obrazlı şəkildə, sadə şəkildə, insanların başa düşərək şəkildə təqdim etməyə başladım. Həmçinin xəbərləri də müəyyən hissələrə, bölmələrə böldüm. Hər bölmələrə bir başlıq tətbiq etdim. Və hər bir ağır orada bir termindən, bir ifadədən söz gedəndə onun açılışını verdim.
izahım verdim, təhlilim verdim və bu da insanların xoşuna gəlirdi. Və indi mənə insanlar deyirlər, sizin xəbərləri verəndə çox gözəl analiz edirsiniz, orada gözəl təhlil və biz başa düşürük. Və insanlar ona görə marjanı sevməyə başladılar. Həmçinin də ki, digər agentliklər əvvəl çıxan xəbərlərdən, yəni necə deyim, əvvəlcədən onun forması müəyyənləşdirilmiş, necə çıxacağı müəyyənləşdirilmiş, standart xəbərdən kənar xəbərlər görməyə başladılar. Və biz olan reallıqları yazdıq. Məsələn, bankların biz maliyyə nəticələrini digərlərindən fərqli yazırıq. Digərləri hardasa çalışır ki, ancaq müsbət tərəfi göstərsin. Məsələn, bu ilin tutaq ki, ilin yarısında aktivləri keçən ilin müvafiq dövrü ilə izah edirlər. Amma bəs ötən ilin sonu ilə müvafiq müqayisədə görürsən azalma var. Çünki keçən ilin 6 ay söhbəti var burada. Və yaxud bunun zərəri varsa, bu zərər nədən qaynaqlanıb? Bunun izahatını veririk. Problemli kreditlər nədən yaranıb? Bunun izahatını veririk. Bu insanların xoşuna gəlir. Və bunu obrazlı şəkildə təqdim edirik. İnsanların sadə də təqdim edirik. Və o insanlar da bunu bəyənirlər. Və həmçinin tutaq ki, banklar kampaniya elan edir. Hansısa bir bank mümkün deyildi 2012-ci ildən siz mətbuatda görəsiniz ki, filan bank faiz dərəcələrini indirib. Bu mümkün deyildi. Buna deyirlər, bilirsiniz nə var? Siz bizə pul ödəməsiniz, biz bunu yazmalıyıq. Amma anlamırdılar ki, hansısa bir böyük bankın faiz dərəcələrinin indirməsi bu bazarda yeni şərtlərin formalaşması deməkdir. Bu bir yeni bir şahmat oyunu, yeni bir gedişdir. Bu getdi bu gedişi. Və yaxud da kart sahəsində, plastik kart sahəsində hansısa bir kampaniya elan edilməz, bu da bir yeni gedişin gedilməsi deməkdir. Hansısa beynəlxalq bir şirkətin Azərbaycan bazarına daxil olması, yeni rəqabət mühitinin yaranması deməkdir. Və bütün biz bu xəbərləri, mikro xəbərləri, necə deyim, kampaniya xarakter olmasına baxmayaraq xəbər formasında təqdim etməyə bacardıq bu yeni rakursdan. Və bu çox uğurlu alındı. Və bu gün mənim arxamca yaranan sonraki saytlar da bu marjanın modelin, təcrübəsinin, stilin tətbiq etməyə çalışırlar. Düzdür, mənə həmişə deyirlər ki, bu saytlar sizin stili, forma uğrayırlar. Amma mən həmişə onlara deyirəm ki, onlar mənim çarığımı geysələr də yerişimi yeriyə bilməyəcəklər. Çünki burada insan faktoru var. Mənim stilim, baxışım başqa cürdür. Onlar mənə oxşada bilərlər, amma mənim kimi düşünə bilməzlər, mənim kimi bir mövzuya fokuslana bilməzlər. Və beləliklə də və marja məşhurlaşdı və ilk əvvəldən mən qəti şəkildə hansısa bir təşkilatın mövqeyini tutmaq, hansısa tərəfkeşlik etmək, kiməsə sataşmaq, belə şeyləri tamamilə marjdan uzaq etdim. Yeganə məqsəd var ki, Azərbaycanın biznes dünyasının, ictimaiyyətin doğulu, sağlam iqtisadi informasiyasını təmin etmək. Və bu gün mən demirəm, digər müəyyən saytlarda da yazan savadlı uşaqlar var. Amma o insanlar yazırlar və sanki hansısa tutaq ki, bankdan yazılan o banka nəsə umurlar və yaxud onun rəhbər şəxslərinə atmacıları atırlar həmin xəbərlərlə. Və bu da qəbul edilməzdir. Yəni, ciddi media belə şeylərə yol verməməlidir. Və biz olduğu kimi iqtisadi qanunlarla, bazar qanunları ilə hansı rəqəm varsa, hansı vəziyyət varsa, o vəziyyəti əks etdirir. Əgər vəziyyət mənfidirsə, onu olduğu kimi təqdim edirik. Əgər müsbətdirsə, biz onu müsbət kimi təqdim edirik. Bəzən, bilirsən, artıq buna şirkətlər də, banklar da, sığorta şirkətləri də öyrəşdilər və gördülər ki, marja bu gün mənfini təqdim edəndə biz daha çox bir halda mənfi oldu, 5 halda müsbəti deyirik. Və onlar artıq anlayıblar, bizim pis niyyətimiz yoxdur və niyyətimizi təmiz qoyduq qarşıya və onlar başa düşdülər ki, bizim nə bir reketliklə, kiməsə ilişməklə və yaxud kiminsə sifarişi ilə başqasına bir söz atmaqla, ona haqsız rəqabət verərək, onun barədə ictimaiyyətdə mənfi fikir formalaşdırmaqla işimiz yoxdur. Və ona görə biz marja qəbul olundu və çox bu baxımdan hörmət olundu və bizimlə tərəfdaşlığa getdilər, əməkdaşlığa getdilər. Bilirsiniz, indi hamı IP üzərində, IP ilə bu baxış sayı üzərində medianı idarə etməyə çalışır. Amma mən ilk gündən bunu rədd etmişəm. Dəfələrlə mənə reklam agentliklərindən reklam vermək istəyir, məndən IP istəyirlər. Mən heç birisini IP vermirəm və verməyəcəm də. Çünki mümkün deyil ki, ciddi medianı sən IP ilə reklam yerləşdirəsən. Bu ağla gəlməz bir şeydir. Mən indi görürəm saytları. Mən o saytlar yaradıblar. Düzdür, bir modeldir, hansı xəbərləri oraya yığırlar. Amma sizə deyərdim ki, o xəbər qəbristanlığıdır. Yəni, harada nə çıxdı xəbəri toplayırlar bir ünvan altında. Siz fikir verin, bunlar bəzən səhər-səhər yerləşdirdikləri xəbərlə günorta yerləşdirdikləri xəbəri bilmirlər. Bir xəbəri günə 2-3 dəfə yerləşdirirlər. Yəni, siz biabırçılığa baxın. Yəni, başqa saytlarda nə varsa onu süpürüb bir ünvana yığırlar. Yəni, bu saytların əlbəttə indi sosial şəbəkələr inkişaf edir.
müəyyən çaşdırıcı, aldadıcı başlıqlarla, müəyyən qeyri-etik mövzularla, yəni üzr istəyirəm, intim mövzularla, qəza mövzuları ilə, hadisə mövzuları, yüngül mövzularla bunlar ayıbları artırırlar. Nə olsun ki, çox ayıbdır. Düzdür, reklam agentlikləri bu sahədə bazarı səhv yönləndirirlər. Onlar IP ilə reklamları yerləşdirirlər. Amma mən əvvəlcə onu rədd etdim və istəmədim. Və birbaşa müəssisələr birbaşa marjanın redaksiyasını işləyirlər. Marjanın onlar strateji tərəfdaşı olmaq istəyirlər. Bizim, yəni siz mənə banner yerləşdirdin, filan qədər pulu köçürdün, vəssalam, bizim münasibətlərimiz bitdi. Belə bir şey yoxdur. Bizim hər bir təşkilatla strateji partnyorluq münasibətləri qurmuşuq. Bizim uzun müddətli müqavilələrimizə müqavilə bağlamışıq. Onlara informasiya dəstəyi göstəririk. Yəni bu məlumatın yerləşdirilməsi ola bilər, bannerin yerləşdirilməsi ola bilər. Yəni biz onu məhdudlaşdırmırıq. Konkret bir məbləğ var, o bizə köçürür və biz onlarla birgə addımlayırıq. Bu model daha doğrudur məncə. Çünki biz yüngül mövzular dayacan qaçmamalı. Bizdən oxucuların gözləntiləri tamamilə başqadır. Onlar daha çox analitika, şərh tələb edən, informasiya yüklü xəbərlər gözləyir, iqtisadi xəbərlər gözləyir. Yoxsa biz axşamacan ora yüngül xəbərləri vursuq və digər saytlarla bizim fərqimiz olmayacaq. Bu baxımdan da biz keyfiyyət tərəfini seçmişik, daha çox oxucuların keyfiyyətinə fikir veririk. Amma bu o demək deyil ki, yəni marjanın oxucusu yoxdur. Marjaya ay ərzində baxış yarım milyondan çoxdur və son məlumata görə 600 artıq 50 min baxış var. Gün ərzində 30-35 min arasında dəyişir. Bu iqtisadi saytlar arasında birincidir marja. Bu şeyə görə artıq biz o digər bu ölçü imkanlarından istifadə edirik və buna baxırıq. Biz iqtisadi saytlar arasında artıq birinciyik. Birinciliyi əldə saxlayırıq. Həmçinin bizdə iqtisadi xəbərlər digər agentliklərin iqtisadiyyat bölməsindən daha çox oxunur. Məsələn, mən baxıram, siz hansısa bir şirkətin kapital artımı barədə və yaxud yeni bir layihəsi barədə məlumat əgər hansısa bir agentliyin saytında 5000 dəfə oxunursa, bizdə 7000 dəfədir. Və yaxud nizamnamə kapitalının artırılmasına bağlı bir xəbər orada 2000 dəfə oxunursa, bizdə 3500-4000 dəfə baxış olur ona. İqtisadi xəbərlər baxış sayı marjda daha çoxdur. Düzdür, digər saytlarda yüngül mövzular var, o başqa bir şey, biz onu rəqabət aparmırıq. Və gün ərzində qeyd etdiyim kimi 30-35 min arasında bizim sayta baxış mövcuddur və bu yalnız və yalnız artan templə gedir və biz fikirləşirik ki, adətən biz illik orada aylıq baxışı götürürük. Mən qeyd etdiyim son 650 mindir. Biz fikirləşirəm ki, ilin sonunda bu 1 milyona yaxınlaşacaqdır və bu çox böyük bir göstəricidir. Ümumiyyətlə, iqtisadi xəbər saytı sahəsində günlük 50-60 mindən indiki şəraitdə yuxarı getmək mümkün deyil. Yuxarı gedəcəksənsə, sən ya mövzunu yüngülləşdirmisən, öz nətər deyim, çərçivəndən çıxmısan, bu halda gedə bilərsən. Amma sırf peşəkar iqtisadi mövzularla gün ərzində 50 min baxışa çatmaq mümkündür. Bəs bugün reklamdan əlavə bazarda yəni bu cür xəbər saytları üçün hansısa bir gəlir mənbəyi varmı? Mən bax qeyd etdim. O adətən reklam deyəndə hamı fikirləşir, saytı açırlar. İnan ki 2 günlük fəaliyyətə başlayıb saytda, yəni fikir verirəm. Görürsən saytın yuxarı banner gələni yazır ki, sizin reklamınız burada ola bilər. Mən sual verirəm, ay balam, siz nə işlə məşğul oldunuz? Siz nə xəbər təqdim etdiniz ki, bu insanlar sizə reklam versin? Sanki elə bilirlər ki, şirkətlərin marketing reklam şöbəsində oturanlar nəsə bir xam insanlardır. Gətirib o dəqiqə reklamı ora yerləşdirəcəklər. Birinci, iş görmək lazımdır, bir brendi tanıtmaq lazımdır, ondan sonra reklam istəmək. Mən yenə deyirəm, hər bir saytda 5-6, uzağı 8-ə qədər yaxşı reklam yeri olur. Və bundan artıq mümkün deyil. Biz həmin yerləri satmışıq və həmin yerlərdən də artıq yer satmaq fikrimiz yoxdur. Biz saytı çoxlu sayda reklamla doldurub oxucuları bezdirmək istəmirik. Çoxlu sayda reklamın olması saytdan 2 mənfi tərəfi var. Birincisi, oxucu qaçır, o bezir, o tərəfdən itirirsən. İkinci tərəfdən həmin o reklamlara tıklanma sayı aşağı, kliklənmə sayı çox aşağı düşür. Və müştəri reklamın effektini görmür. Və
artıq növbəti dəfə müqavilə bağlayanda səndən imtina edir. Yəni, bu hər iki tərəfi itirirsən burada. Ona görə biz konkret yerlərimizi satmışıq, uzun müddətli müqaviləsən satmışıq və biz 3 aylıq, 2 aylıq bizə demək olar ki, hər 2 gündən bir reklam istifadə. Biz o reklamları götürmürük. Yəni, istəmirik ki, bir 2 ay ərzində bu kimsə gəlsin, bu yeri tutsun, geçsin. Biz yenə deyirəm, əsas burada modeli tutmuşuq, strateji tərəfdaşlıq. Artıq bir 10-a yaxın müəssislə belə bir tərəfdaşlığımız var. O müəyyən məbləğlər bizə təqdim olunur və biz onu müəyyən formalarda, yəni onların informasiyalarını işıqlandırırıq, onların mövqelərini ictimaiyyətə çatdırırıq və bu daha doğru modeldir. İndi düzdür, başqa yollar da mümkündür. Bizdə mümkündür. Məsələn, indi bunu eləyirlər, rankinqin hazırlanıb satılmasıdır, müəyyən analizlərin hazırlanıb satılmasıdır. Məsələn, müəyyən saytı təkmilləşdirilməklə, müəyyən idarəetmə paneli verməklə istifadəçilər, orada vakansiyalar bölməsini yaradaraq, ora vakansiyaların daxil edilməsidir ödənişli şəkildə. Yəni, müxtəlif formalar mümkündür. Yəni, bunu etmək olar. Siz brendin tanıtması haqqında danışdınız. Ümumiyyətlə, bu işi necə aparırdınız ilk illərdə? Brendin düzdür, sosial şəbəkələrin imkanlarından geniş istifadə etdim. İlk öncə qeyd edim. Bilirsiniz necədir indi? İndi bir saytı tanıtmaq çətin deyil. Yəni, indi bu sosial şəbəkələr geniş imkanlar təqdim edirlər. Mən daha çox LinkedIn səhifəsindən istifadə etdim. Hamı Facebook'a gedir birinci. Çünki LinkedIn səhifəsində o insan daha peşəkar insanlardır. O şirkətlərin yüksək vəzifəli orada məmurlarıdır və yaxud da hansısa rəhbərləridir, departament şöbələri, müdirləridir. Və LinkedIn şəbəkəsindən istifadə etdiyimə görə biznes dünyası marjanı daha tez tanındı. Digər tərəfdən, mənim əvvəlcədən bu sahədə olmağım, yəni bu bankların əvvəl qəzetdə işləyən dövrdə ünsiyyətdə olmağım, onların tədbirində, yəni mənim bir sima kimi tanınmağım bu sahədən tanınmasına böyük kömək göstərdi. Sosial şəbəkələrdən də istifadə etdik. Burada açar sözlər daxil edirsən sayta ki, və sonradan Google-da hansısa ifadə axtarılanda yəni bu sayt belə bir saytın olduğu təklif edilir. Bundan istifadə etdik və ən əsası biz öz informasiyalarımızla, öz xəbərlərimizlə biz tanındıq. Çünki istər-istəməz biz fərqli xəbər yazanda digər mətbuat bizə istinad edir. O xəbərin müzakirəsi yaranırdı. İnsanlar telefonlarında bir-bir xəbərin linkini göndərirdilər, sosial şəbəkədə paylaşırdılar və artıq xəbər özü bir rezonans doğurdu və saytı tanıdırdı. Və beləliklə sayt tanındı. İndi Azərbaycan işgüzar dünyasında tanınır. İndi görürəm mənim arxamca çox insanlar pul qoyub sayt yaratmaq istəyirlər bu sahədə. Mən fikirləşdim ki, onlar səhv yoldadırlar. Yəni, nətər deyim, bir media, bir biznes kimi kənardan mən biznesmenəm, mənim pulum var, media yatırım, siz gedin bir iqtisadi sayt açın. Bu düzgün fikir deyil. Bu saytın axırı məhvdir. Mən bir qeyd etdim ki, 4000-5000 arasında ən ilkin mərhələdə bir sayt pul aparır və 2 il ərzində bu 100.000 edir. Siz bu vəsaiti yatırırsınız və özünüz də bu işin içində deyilsiniz. İşçiləri götürürsən işə, onlar sizin fikri, sizin ideologiyanı, sizin hədəflərinizi sizin kimi bilə bilməzlər. Onları göndərə bilərsə, onlar yaxşı xəbəri yaza bilərlər, hansısa bir gəlib tədbiri gözəl işıqlandıra bilərlər. Amma saytın qarşısında mənim fikrimdə sahibkarı bir lokomotiv olmalıdır. O çəkib aparmalıdır. Əgər onun sahibkarı iqtisadi biliyə malik deyilsə, onun bu sahədə tanınmırsa, əlaqələri yoxdursa, o apara bilməz, mümkün deyil. Və mənim bu sahədə tanınmağım buna çox kömək etdi. Mənim yanımdadır ki, ilk illərdə, yəni 2012, 2013, 2014 siz tək işləyirdiniz, tədbirlərdə də özünüz gedirdiniz, xəbərlərdə özünüz yazırdınız. Ümumiyyətlə, bu illər haqqında biraz danışın. Hansı çətinliklərlə özləşdiniz? Yəni, fikriniz arada bir fikir gəlmirdi ki, bu işi atmaq lazımdır və s. Bunun öhdəsində necə gəldiniz? İnan ki, mən çətinlikdən qorxan insan deyiləm. Mən sizə qeyd etdim ki, mən uşaqlıqdan çətinliyə öyrəşmişəm. O çətin günləri mənim rayonda uşaqlıqda görməyim məni
qorxuzmurdu. Mənim üçün adi bir haldır. Mən bayaq sizə qeyd etdim, yəni saytın özüm tərəfindən yaradılmağı, yəni bunun IT tərəfində özüm tərəfindən görülməyini qeyd etdim. Heç mənim ofis imkanlarım da yox idi. Mən sizə onu qeyd etdim ki, mən saytı öz evimdən başlamışam və öz evimdən öz otaqda oturub bu işi qurmuşam. Normal bir kompüterim də yox idi. Bir 8-10 yaşlı bir kompüterim var idi. O formatlanmaqdan yorulmuşdu və həmçinin mənim yaşadığım ərazidə, yəni o yeni bir salınan bir ərazi olduğundan belə bir sabit şəbəkədə internet də yox idi və məcbur idim ki, mobil internetdən istifadə edim və siz təəssüf ki, o da yaxşı tutmurdu, mümkün deyildi. Bir xüsusi bir həmin o stolüstü kompüterimə bir kabel almışdım və mobil modemi pəncərədə bir xüsusi bir yerə yapışdırmaqla ancaq orada tuturdu internet. Və belə bir çətin internetin zəif olduğu, ofisin olmadığı, kompüterin yaxşı olmadığı bir şəraitdə mən saytı qurdum. Yəni çətinliklərlə başladım və ilk mən qeyd etdim və fikirləşirdim ki, gedim mən hansısa bir fonddan pul götürüm və bu işə bir kredit şəklində bu işə yatırım. Amma bu doğru deyil və bayaq qeyd etdiyim kimi əgər mediada pul yatırdınsa, o pul uçub gedir və minimum ən aşağı xərclərlə bu işə başlamalısan. Ona görə özüm həm mən işimin ağasıyam, həm də fəhləsiyəm və hesab edirəm ki, jurnalistikanın pik nöqtəsi müxbirlikdir. Əgər müxbirlikdən uzaqlaşdınsa, sən artıq jurnalistikadan uzaqlaşırsan. Mən həmişə müxbir olaraq qalacağam. Baxmayaraq mən saytın yaradıcısıyam, amma mən heç vaxt heç ara demirəm, mən müxbirəm və elə də tədbirlərə də gedirəm, utanmadan, çəkinmədən yazıram və bu işi sevirəm. Və ofisdə oturanda və hesab edirəm, deyirəm ki, mənim bagajım qutardı, bagajda informasiya qutarır, çıxmaq lazımdır çölə. İnsanlarla ünsiyyətdə olanda yeni mövzular eşidirsən, yeni fikirlər eşidirsən və məhdud xərclərlə işi qurdum. Və müəyyən dövr keçdi, mən tanışların, yəni əvvəlki köhnə tanışların ofis imkanlarından istifadə etməyə başladım. Bir-iki tanış əməkdaşları cəlb etdim və müəyyən qədər işim yüngülləşdi. İndi bəli, indi zaman çatıb artıq marja yeni bir mərhələyə qədəm qoymalıdır. Və yenə də mən bu məsələdə xərc məsələsinə böyük önəm verirəm. Və o pulu mən xərcləyirəm ki, qazanıram. Və qazancımla xərcim arasında müəyyən nisbəti saxlamışam. O aradakı nisbət olmayana qədər mən xərcə getmirəm. Çünki bu iflasla nəticələnə bilər. Çünki ən azından mən buna 2012-ci ildir, 2015-ci ildir, mən artıq 4-cü ildir ki, buna ömrümü sərf etmişəm. Bu 4 il vaxtım gedib. Yəni, indi ən yaxşısı vaxtdır. Və buna görə əgər mən qazandığımı, əgər buxarlarım gedəcəksə, onu itirəcəyəmsə, mənim o deməkdir ki, 4 ilim gedib. Ona görə yatırdığım pul geri qayıtmalıdır və bu pul qazanılaraq əldə edilmiş pul olmalıdır. Və çətinliklərdən qorxmuram. Yəni, belə deyim ki, ciddi bir çətinlik də görmürəm. Hədəfləri müəyyənləşdirmişəm özümdə. Hər il rüb üzrə, hər ay üzrə mənim hədəflərim var. O hədəflərə mərhələ çatdıqca gedirəm və irəliləyirəm də. İnşallah böyük hədəflərim var, ona da yavaş-yavaş nail olacağam. İndi, nə bilim, məncə birdən tanınmaq, birdən belə yalandan şounla, böyük vəsaitlə gündəmə gəlmək doğru bir şey deyil. Hədəflərə gəldikdə, yəni bu planlar haqqında biraz geniş danışın, orta müddətli məsəl üçün dövr üçün, 5 il üçün məsələn. İndi sayt Azərbaycan dilində biz tam başlamışdıq saytı. Əsas hədəf də o kütləsi Azərbaycan yəni biznes dünyası idi. Amma lakin bizdə qiymətli kağızlar bazarı inkişaf edəcək. Bu qaçılmazdır. Dünyanın getdiyi bir yol var. Biz də o yolla gedəcəyik. Yəni, bu artıq bu ildən yeni qiymətli kağızlar bazar haqqında da qanun qəbul olunub və böyük dəyişikliklər gözlənilir. Və bu Azərbaycan bazarı artıq dünyaya açılacaqdır. Azərbaycanda şirkətlər IPO-ya getəcəkdir və Azərbaycan bazarına daha çox xarici investisiyalar daxil olacaqdır qiymətli kağızlar bazarına və o da xarici dildə informasiyaların təqdim edilməsini istəyir. Və mən ilk növbədə hədəfim odur ki, ingilis dilində saytın versiyasını yaradam. Bu bahalı bir şeydir. Yəni sponsorun olmadığı bir şeydir, bahalı bir şeydir və bunu keyfiyyətli bir şəkildə etməlisən.
Bu yaxın birinci növbədə mənim qarşına duran hədəfdir ki, bunun qiymətli kağızlar bazarı inkişaf etdikcə və biz ona hazır olaq. Bizim versiyamız olsun ki, xaric bizim haqqımızda doğru məlumat alsın. Həmçinin Azərbaycanda gedən iqtisadi proseslər barədə düzgün oxuya bilmirlər. Yəni xarici şirkətlər, araşdırma müəssisələri və o baxımdan da saytın ingilis dilində istifadə verilməsi faydalı olar. İkinci, düzdür, böyük hədəflər var ki, indi gələcəkdə mən bunu televiziya formatında mən bunu görürəm. Çünki əsas mənim məqsədim bunu bir iqtisadi televiziya çevirməkdir. Və ilk növbədə bunu saytda, yəni birinci internet şəraitində bunun televiziya formatını qurmaqdır. İndi bunun üzərində fikirləşirəm, bunun formasının artıq model mənim beynimdə hazırdır və bu çox yaxşı olacaq. Onda artıq biz sahibkarlara, iş dünyasına böyük imkan yaradacağıq. Onlar gəlsin öz fikirlərini desinlər. Yəni bu ənənəni formalaşdıracağıq. Bir ağır mövzuya toxunaq. Media sahəsində kadrların səviyyəsini necə qiymətləndirirsiniz və ümumiyyətlə bu vəziyyəti düzəltmək üçün sizcə nə etmək lazımdır? Kadrların vəziyyəti həqiqətən bu sahədə ürəkaçan deyil. Yəni Azərbaycanda yaxşı iqtisadi jurnalistləri barmaqla saya bilərsiniz. Yeniləri də çox az yetişir. Həddindən artıq az yetişir. Bunun da ikinci bir səbəbi var ki, Azərbaycanda hələ bu iqtisadi jurnalistikada yeni inkişaf edir. Yəni şirkətlər öz haqlarında məlumatların yazılmasında, jurnalistlərin yetişməsində maraqlı deyillər. İndi bax bizdə əgər bu IPO-lar artsa, genişlənsə, onda həm iqtisadi jurnalistikaya maraq artacaq, həm də iqtisadi xəbərlərə maraq artacaq. Mənim əlimdə hansısa bir şirkətin səhmi var. Mən və gecə-gündüz fikirləşəcəm ki, mənim şirkətim nə işlə məşğuldur? Bu bir yenilik tətbiq edirmi? Bunun maliyyə nəticələri necə olacaq? Və yaxud rübdə hansı nəticələri açıqladı? Və o halda iqtisadi bu jurnalistlərin hazırladığı xəbərlərə böyük maraq olacaq, iqtisadi xəbərlər və artacaqdır. Və bu şərait olmadığına görə iqtisadi jurnalistlər də az yetişir, həddən artıq az yetişir. Daha çox mən yəni bilmirəm necədir bizim təhsil müəssisələrində. Mən yəni belə bir müşahidə edirəm ki, orada iqtisadi biliyi daha az verirlər. Yəni iqtisadi yönündə jurnalistləri az istiqamətləndirirlər, çox azdır. Əgər orada o xüsusi bir biznes jurnalistikası bölümü açsalar daha yaxşı olar ki, bu sahədə insanlar gəlsin və oradakı müəllimlərdən əlavə bu sahədə yazanlara dəvət etsinlər. Yəni onlar vasitəsilə bir dərslər keçirilsin, nəsə bir treninqlər keçirilsin. Həddən artıq çox çətindir. Çox çətindir. Yaxşı jurnalist tapmaq çox çətindir. Yəni iqtisadi jurnalist tapmaq çətindir. Siz öz işinə başlayan sahibkarlara, ya da ki başlamaq istəyən insanlara hansı tövsiyələr verərdiniz? Mən tövsiyə edirəm ki, insanlara ki, onlar yorulmasınlar. Siz bir vaxt dediniz, mənə bir sual verdiniz ki, sizin yorulduğunuz vaxt olurmu? Və mən yorulmamışam, amma həqiqətən insan 2 il, mən qeyd edib, 2 il bir saytı bazara oturması üçün vaxt, siz 2 il işləyirsiniz, pul yatırırsınız buna, vaxt sərf edirsiniz, əmək sərf edirsiniz. Amma hələ sizin gəlirləriniz yoxdur və adam belə qorxa bilər ki, bu necə olacaq, mən bunu gedirəm, bunun gəliri olacaqmı? Və insanlar qorxmasınlar və çalışsınlar ki, ilk öncə bu işi başlayın, minimum xərclərlə başlasınlar. Borca girməsinlər, az borclansınlar. Borc yükü, böyük xərc biznesin iflası deməkdir. Gecə-tezi o müflis olacaqdır. Mən bunu tövsiyə edirəm yeni gənc sahibkarlara. Aydındır, Seymur bəy, gəlib bizim verilişə, suallara cavab verdiyinizə görə təşəkkür edirəm. Gələcək planlarınıza uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm.